Hə, bilmirlər onları sığallasınlar, yoxsa onlardan çox sərt davransınlar. Burada uşağın sərhədləri var, pozula bilir. Bu yerdə valideynlər özlərini necə aparsınlar? Valideyn deyəndə biz emosional yetkin olmalıyıq ki, emosional yetkin emosiyalarını idarə edə bilən, manipulyasiyalara getməyən, nə edir, nə danışır, hamısını analiz edən və sonra davranandır. Valideyn burada emosiyalarını idarə etməyə bacarmalıdır. Düzdür, mən çox hirslənə bilərəm, sonra küsə bilərəm uşaqdan. Elə var analar küsür və çox cəzalandıra bilərəm. Çox şeylər ola bilər. Burada qızıl qaydanı pozmamaq üçün əslində valideyn də uşağın sərhəddini pozur. Otağına qapını döyməmiş girə bilər, əşyalarını icazəsiz yoxlaya bilər. Bunu etsə də elə etməlidir ki, uşaq heç vaxt bunu bilməsin.